Hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər. Təxminən 1 saat əvvəl öz WhatsApp qruplarımızda, istər ödənişli, istər ödənişsiz qruplarımızda belə bir sual paylaşmışdıq Azərbaycan dilindən. Fərqli qruplarda və təxminən 600-dən çox abituriyent 1 saat ərzində hələ 11-ci sinif bu suala səhv cavab verdi. Mövzu sizə maraqlı olar yəqin ki, hansı mövzuda? Say mövzusuna. Belə baxanda heç siz sayı mövzu kimi saymırsınız ha. Bu mövzuda səhvə yol verib. Baxın, bu tip sınaqlar üçün bizim sınaqlar qrupumuza qoşula bilərsiniz. Deyə bilərsiniz ki, müəllim, Azərbaycan dilində problem yoxdur, amma test işləyəndə səhvlərim olur. Sizin səhviniz bilirsiniz nədir? Mövzunu bilə bilərsiniz. Amma imtahanda bizə zaten bildiyimiz yerdən suallar düşür də. Özünüz bilirsiniz. Amma biz o sualı niyə səhv yazırıq? Çünki bizim diqqət problemimiz var. Çünki bizə elə suallar verirlər ki, bildiyimiz mövzuda çaşa bilərik. Niyə? Bizim həm diqqət, həm də biraz geniş düşünmə problemimiz var ki, biz o əzbər çərçivəsindən çıxa bilmirik. Hələ gəlin bir sual üzərində izaha baxaq. Görək, yəni biz səhvi nədən eləmişik? Baxaq. Deməli, sayın işləndiyi hansı cümlənin tərkibində orfoqrafik səhvə yol verilmiş söz var? Bizə lazımdır ki, say işlənmiş cümlədə səhv yazılmış söz olsun. Gəlin birinci bəndə baxaq. Demək olar ki, əksər abituriyentimiz bu bəndi seçibdir. Bunu. Yeni alınmış bu biçim maşını cəmi bir sıra məhsulu biçərək doğradı və onu qoşquya ötürdü. Siz bax burada göz yaddaşınızdan, əzbərinizdən istifadə edib tez o variantı seçmisiniz. Mənaya varmaq lazımdır. Siz deyirsiniz ki, bax bunu belə götürmüsünüz. Bir sıra və bir çox sayılardan sonra gələn isimlər cəmdə olmalıdır. Bunu əsas gətirib bu variantı seçənlərimiz var da, düzdür? Amma diqqətli olun. Deyir ki, yeni alınmış bu biçim maşını cəmi bir sıra məhsul. 2 sıra yox, 3 sıra yox, 4 sıra yox, 1 sıra. Burada sayımız 1'dir. Bir cərgə, sıranın yerinə apar cərgə yaz. Bir cərgə məhsulu biçərək doğradı və onu qoşquya ötürdü. Bir cərgə məhsul. Yəni görürsünüz o bağlarda olur, sırayla məhsullar əkilir. Bir cərgəsini biçibdir, bir sırasını biçibdir. Siz buna ümumilikdə mürəkkəb say kimi yanaşmısınız. Burada mürəkkəb say yoxdur. Burada sadə bir dənə bir say var. Və görürsünüz ki, səhv yazılmış söz də yoxdur. Ona görə birinci variant doğru variantdır. Bizə lazımdır səhv söz işlənmiş. Yəni səhv yazılmış söz. Deyir ki, qatıldığı yarışlarda, baxın hələ bir qrupda 48 nəfər bunu seçibdir. Digərində hələ bir qrupda 176 nəfər seçmişdir. Qatıldığı yarışlarda dəfələrlə belə hallarla rastlaşdığına görə artıq anlamışdı ki, şansı yoxdur. Burada artıq sözün yəqin ki, görüb seçmisiniz bu variantı. Fikir verin. Şərtdə sizdən nə istəyir? Şərtdə deyir ki, sayın işləndiyi hansı cümlədə? Say olmalıdır. Fikir verin. Dəfələrlə rastlaşmışdı. Dəfələrlə zərfdir. Və salam, nümunədə say yoxdur. Səhv yazılmış söz olsa da nümunədə say yoxdur. Ona görə bu variantı da çıxırıq. Olmaz. Gəldik 3-ə. Hələ burada bir qrupda 40 nəfər bunu seçib. Şair qəlbli insanlar həyatlarında baş verən ən adi hadisəyə qarşı çox həssas olurlar. Şair sözü bəli səhv yazılıb, belə yazılmalıdır. Şair. Amma baxın görün, nümunədə say varmı? Yoxdur. Ən adi hadisəyə qarşı deməli, çox həssas olurlar. Çox həssas, çox burada ədatdır. Ona görə bu nümunədə də say yoxdur. Gəldik 4-ə. 49 nömrəli marşrut avtobusu Atəşgah dairəsindən Xətai metro stansiyasına kimi hərəkət edirdi. Xətai metro stansiyası bu ədəbiyyatda yığla yazılsa da bu doğrudur. Yəni ona toxunmuruq. Baxın, marş-rut olmalıdır. Belə yazılır. Marş-rut. Yəni söz ikihecalı sözdür. Burada o səhv yazılıbdır. Tələffüzdə var o, yazılışda yoxdur. 49 da saydır. Sayın işləndiyi nümunədə səhv yazılmış söz var. Deməli, biri 4'dür. Cavabımızın biri 4'dür. 4. Gəldim 5'ə. Yeni gələnlər sırada 3-3 dayanmış, adamları düzülüşündən bir məna... Sırada 300 dayanmış adamları düzülüşündən bir məna çıxara bilmirdilər. Adamların olsun, fərqi yoxdur. Adamların düzülüşündən bir məna çıxara bilmirdilər. Baxın, görün, nümunədə ümumiyyətlə say varmı? 3-3 dayanmış, bilirik ki, biz müəyyən miqdar sayı təkrarlananda biz ona say demirik. Nə olur? Zərf olur. 3-3 dayanmaq, 4-4 gəlmək, 2-2 oturmaq, tərz hərəkət zərflərdir. Bu zərfdir, bir məna çıxara bilmirdilər. Deyir, mən sənin oxumağından bir məna çıxara bilmirəm. Bir nədir burada? Ədatdır da. Ədat. 2 məna çıxara bilmirəm, 3 məna. Mən burada sayı önə çəkmirəm ki, mənanın sayını göstərmək istəmirəm ki, bir məna bir yəni nəsə anlaya bilmədilər. Bu anlamda. Bu da ədatdır. Ədat və zərf. Nümunədə sayı yoxdur. Çıxdım. Gəldim 6-ya.
Müəllimlə dil tapa bilməyəndə qiymətimin biri vardı, biri yox. Bəli, bir saydır. Biri var, biri yox. Bu qəşəng. Baxım görüm səhv yazılmış söz var. Müəllimlə dil tapa bilməyəndə yox, bilməyəndə. Deməli səhv yazılmış söz var və nümunədə eyni zamanda say var. Cavabın biri də 6. Deməli doğru cavabımız oldu 4 və 6. 4 və 6. Yazaq variantı 4 və 6. Sualın doğru cavabı. Əgər siz bu tipli suallar, belə çaşdırıcı suallar işləmək istəyirsinizsə, əvvəldə də dediyim kimi sınaqlar qrupumuza qoşula bilərsiniz. Sınaqlar qrupumuza qoşulmaq üçün 055 597 01 51 nömrəsinə WhatsApp-da yazıb dərslər haqqında məlumat əldə edib, sınaqlar haqqında məlumat əldə edib qruplarımıza qoşula bilərsiniz. Bu arada ödənişsiz WhatsApp qrupumuza qoşulmaq istəyirsinizsə, aşağıda rəylər hissəsində ödənişsiz WhatsApp qrupumuzun linkini yerləşdirəcək. İkinci qrup artıq dolmaq üzrədir. Həmin qrupa qoşula bilərsiniz. Bir şey də istəyim, eyni qruplardır. 2-yə qoşulan bir də təzədən gedib 3-ə qoşulmasın da. Sən qoşuldun, yaxşı elədin. Qoy o birisi də 3-ə qoşulsun da, yazıqdır, ona da yer olsun. İkinci qrupun altında da 3-cü WhatsApp qrupunun da linkini yerləşdiririk. Bir qrupa qoşulsanız kifayətdir. İkisində də eyni şey olur. Yəni ikisində də olmağınız sizə ziyandır ki, iki məlumat atılır, telefonunuz tez dolur. Yazığınız gəlsin o telefona. Bu qədər. Sağ olun, hələlik.